Mövsümlərarası fasilənin bir ayı arxada qaldı. Bəs Avrokuboklara hazırlaşan komandalar, eləcə də qarşıdakı mövsümün planlarını cızan digər klublar bu bir aylıq dövrdən necə istifadə etdi? Təbii ki, komandaların hamısı mövsüm bitincə məşqçili, oyunçulu tətilə çıxmışdı və yalnız iyunun sonlarından bəzi klublar hazırlığa start verdi. Əsas da Avrokuboklardakı təmsilçilərimiz. Bir neçə klubsa hələ də tətildədir. UEFA Konfrans Liqasında çıxış edəcək Zirə yeni mövsümün hazırlığına hamıdan tez başlayıb. İyunun 14-dən bir araya gələn Rəşad Sadıqovun komandasında Pierre Zebli, Məqsəd İsayev və Rüstəm Əhmədzadəni bir daha görməyəcəyik. Yeni transferlər üçün isə Zirə dağa daşa düşməyib. Sumqayıtdan ayrılan Rövlan Muradovu, həmçinin Şamaxdakı oyunu ilə diqqət çəkən Brahim Konateni Zirədə izləmək maraqlı olacaq. Neftçidə heç cür özünü göstərə bilməyən Yegor Baqamolski isə Rəşad Sadıqovu peşman etməsə yaxşıdır. Rafael Utsik isə artıq baş məşqçini peşman edib. Tətil bitsə də Braziliyalı oyunçu hələ də istirahətdən qayıtmayıb. Zaten Utsik hələ mayda Zirədən ayrılmaq istədiyini Rəşad Sadıqova bildirmişdi. Amma ayrılmağın da bir qayda qanunu var. Bu günlərdə Rəşad Sadıqov mediaya bildirib ki, klubla bir illik müqaviləsi olan futbolçu artıq transferə çıxarılıb və əgər Utsik yenidən heyətə qayıtsa, böyük miqdarda cərimələnəcək. Zirə Salifo Sumanı da itirmək üzrədir. Bu mövsüm parlaq oyunu ilə diqqət çəkən legionerə Kiyev Dinamosu müştəri çıxıb. Transfer reallaşmağa yaxındır və Zirə bu bazarlıqdan təxminən 1 milyon avrodan artıq qazana bilər. Konfrans liqasındakı digər təmsilçimiz Araz Naxçıvan tarixində ilk Avrokubok imtahanının hazırlığına iyunun 18-dən başlayıb. Naxçıvan təmsilçisi hazırlığa bismillah deməmiş ilk transferini də rəsmiləşdirmişdi. Son klubu 3-cü Bundesliga təmsilçisi Osnabrück olan Çançe Simakala Ba Muakanın adı qəliz görünür. Oyununu isə zamanla görəcəyik. Araz Naxçıvanın işi hələ ki legionerlərlədir. 4 əcnəbi oyunçunu göndərib 6-sını alıblar. Onların arasında Qarabağdan ayrılan Patrik Andrade'nin adı xüsusən diqqət çəkir. Qarabağ və Zirədən tanıdığımız Hamidu Keita da artıq Araz Naxçıvanın oyunçusudur. Görünür klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov Səxavət kisəsinin ağzını çox geniş açıb. Bu transferlərin keyfiyyətinə ilk ictimai baxış iyunun 24-ü və 31-də Yunanistan Arisi ilə Konfrans liqasındakı oyunlarda olacaq. Sabah komandası isə Avrokuboklarda mübarizəyə ən tez başlayan klubumuzdur. İyunun 22-sindən Avstriyada təlim məşq toplanışında olan Azərbaycan kubokunun son qalibi burada Rumıniyanın Rapid Buxarest komandası ilə yoxlama oyunu keçirib 2-2 hesabı ilə bitən bu qarşılaşmada Sabahın qollarını Joy Lens Mikes və Xəyal Əliyev vurub. İyulun 3-də isə Macarıstan təmsilçisi Pax Sabahın sparring rəqibi olacaq. Avroliqada Selye komandası ilə oyunlar iyulun 10-da Masazırda, 17-sində Sloveniyada olacaq. Baş məşqçi məsələsində həmişə hamını təcrübələndirən Sabah rəhbərliyi yenə adəti üzrə davrandı. Ailə vəziyyəti ilə əlaqədar istefa verib Moskvaya dönən Vasili Berezuskini kimsənin gözləmədiyi halda Litvalı Valdas Dambrauskas əvəzlədi. Son 5 ildə 7 klub dəyişən 48 yaşlı məşqçinin Sabahın iddialarına nə dərəcədə cavab verəcəyini qarşıdakı mövsüm göstərəcək. Müsbət məqam odur ki, Sabah heyətin özəyini qoruyub saxlayıb. Əsas oyunculardan yalnız kapitan Namiq Ələsgərov, 3 mövsüm Sabahın formasını geyinən John İrazabal və 32 yaşlı Mərakeşli müdafiəçi Sofiyan Çaklanın komandadan ayrılmasını vurğulamaq olar. Ötən mövsümdə hərəyə cəmi 11 oyunda meydana çıxan Lüksemburqlu Vincent Til və 24 yaşlı Şakir Seyidovun gedişi isə Sabah üçün itki sayılmamalıdır. Yeni transferlərdən biri adı bizə ötənlərin məşhur serial filmini xatırladan Guadeloupe millisinin oyunçusudur. Steve Solvet. O Fransanın 3-cü və 2-ci liqa klublarında oynayıb. Digərisi Əlcəzairli müdafiəçi, son klubu Polşanın Piast komandası olan Akim Zedatkadır. Çempionlar Liqasındakı təmsilçimiz Qarabağ son günlərdə Qarabağa səfəri Şuşada yeni formaların təqdimatı ilə diqqət mərkəzində olsa da, transfer məsələlərində gözlənilən dərəcədə hərəkətlilik yoxdur. İsmail İbrahimli, Patrik Andrade, Marko Veşoviç və Yasin Benzi ilə vidalaşan klub yeni transferlər üçün ənənəvi bazarına Portuqaliya 2-ci liqasına üz tutub. Düzdür, Alverka komandası son mövsümün yekunlarına görə Portuqaliya Super Liqasına vəsiqə qazanıb. Qarabağ isə bu komandanın kapitanı 24 yaşlı Braziliyalı Pedro Bicalhonu transfer edib. Torrense klubundan gələn cinah müdafiəsi Dani Bolt da Braziliyalıdır. Komandasında son mövsümün əvəzolunmaz oyuncularından olub. Statistika hər iki Braziliyanın müsbət tərəflərini təqdim edir. Qalır intizam məsələsi. Futbolda məşhur bir deyim var. Bir komandada 2 Braziliyalı varsa, demək orada karnaval olacaq. Qarabağda isə Kadi və Mateus Silva'nı da nəzərə alsaq artıq 4 Braziliyalı var. Görək Qurban Qurbanovun sərt nəzarət rejimi əyləncəsevər Braziliyalıları islah edə biləcəkmi? Digər klublarımıza gəlincə Neftçi, Kəpəz və İmişli komandanı söküb yenidən yığmaqla məşğuldur. Daha doğrusu Kəpəz və İmişli komandanı söküb, amma hələ yığmağa başlamayıb.
Hər iki komandadan nə az, nə çox 11 oyunçu yola salınıb. Görünür, Kəpəzdə Adil Şükürov keçmiş baş məşqçi Azər Bağırov dövründən qalma futbolçuların heç də hamısına güvənmir. Halbuki bu oyunçuların bəziləri ilə Kəpəzdəki birinci baş məşqçi dövründə işləyib. İmişlidə isə proses gözlənilən idi. Yeni baş məşqçi Portuqaliyalı Jorge Castilhonun birinci liqa səviyyəsindən yuxarı qalxmayan oyunçuları bəyənməyəcəyi gözlənilən idi. Hərçənd bu baş məşqçinin özünün İmişliyə gəlişi də suallar doğurur. 56 yaşına çatsa da məşqçi kimi heç bir uğuru olmayan bu adamın ən uzun müddət işlədiyi klub Portuqaliyada Moreirense olub. 3 il 6 ay. Ondan sonra 12 ildə 9 klub dəyişib. Yalnız Leriyada 1 ildən artıq işləyib. Qalanlarında 3, 5, 7 ay. Belə məşqçini İmişli rəhbərliyi hansı məntiqlə gətirib? Bunu onlara kim tapıb, kim məsləhət görüb çox maraqlıdır. Özü də ölkədə ölü dirildən məşqçilər Tərlan Əhmədov, Azər Bağırov kimi mütəxəssislər qala-qala. Stadionu Premyer Liqaya yararsız vəziyyətdə, yüksək liqa səviyyəli heyət qurmaq üçün yeni transferlərə pul lazım olduğu halda kimsənin tanımadığı bir Portuqala bu qədər xərc çəkib gətirmək mənasız işdir. İmişli FK bununla qarşıdakı mövsümdə öz fiaskosunun əsasını qoydu. Klub rəhbərliyinin işə belə yanaşması İmişli azarkeşlərinə məyusluq gətirəcək. Ümumiyyətlə birinci liqadan Premyer Liqaya yüksələn İmişli və Karvan sanki atmosferə düşüb. Nə etdiklərini müəyyənləşdirə bilmirlər. Karvan son mövsümdə ən çox qol vuran 3 oyunçunun hamısını Emil Bayramov, Bəhruz Seymurov və Ezekiel Morganı komandadan göndərib. Bərəkallah. Heyətdə kardinal dəyişiklik aparan daha bir klub Neftçidir. Ağqaralar 12 futbolçu ilə yollarını ayırıb. Amma yeni transferlər arasında Sumqayıtdan ayrılıb gələn Murad Xaçayevi, Elvin Bədalovu görəndə adamın əli üzündə qalır. Samir Abbasov, bu oyunçularla yeni mövsümdə iddialı olacaqsan, ay-hay. Sumqayıt FK-da isə öyrəşdiyimiz proses gedir yenə. Hər yay olduğu kimi yenə kütləvi yola salma. Son mövsümdə fiaskoya uğrayan komandada belə də olmalıdır. Amma baş məşqçi ilə yanaşı uğursuzluğun başlıca səbəbkarı elə bu uğursuz oyunçuları tapıb gətirən klubun prezidenti Riyad Rəfiyevdir. Turan Tovuz da ötən mövsümün səhvlərini təmizləməklə məşğuldur. Məşqlərə bugündən başlayan komanda 9 oyunçu ilə vidalaşıb. Böyük ehtimal növbəti gedişlər də olacaq. Gedişat qoca Qurban Berdiyev üçün hələ ki yaxşı nəsə vəd etmir. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info saytı üçün.